Bildiyiniz kimi 1945-ci ildə İranın Azərbaycan əyalətində bir yerel hökumət yarandı. Azərbaycan Milli Hökumət adı ilə. Amma bu hökumət küresel güclərin anlaşmasından sonra və geri çəkildiklərindən sonra mərkəzi dövlətin baskısının altında geri oturma məcburiyyətində qaldı. Bu geri oturmaqla İran dövləti Azərbaycanda ciddicə və geniş bir qətliamma və çox geniş cinayətlərə əl qoydu. Çoxları da ölkəsindən didərgin düşüb və keçən Sovyet Birliyi və ya Sovyet Azərbaycana geriyə oturub qaçqın düşdülər. O cümlədən firqənin liderləri və rəhbərləri də həman yol tutub və Sovyet Birliyinə mühacirət etdilər. Bu arada firqənin lideri və ya Milli Hökumətin baş vəziri Seyid Cəfəri Pişəvərinin Təbrizi tərk etməsi və Sovyet Azərbaycana getməsi fərqli rəvayətlərə görə hər zaman danışıq və ya sual konusu olmuşdur. O cümlədən ki, bəzi rəvayətlərə görə Pişəvərini Sovyet Birliyi müzakirə üçün Culfaya dəvət edir və oradan onu zorla Sovyet Birliyinə çəkmək istəyir. Yəni Pişəvəri Azərbaycanı tərk etmək istəmirmiş deyə. Və bir başqa rəvayətdə də bir maşın Pişəvərinin evinin qarşısında onu evindən alır və Sovyet Birliyinə götürür deyə rəvayət olunmuşdur. Son aylarda mən Seyid Cəfəri Pişəvərinin bacısı qızı Cəvahir xanım Azərini yaxından görmə şansı tapdım. Və Pişəvərinin Təbrizi tərk etmə hekayəsinin gerçək üzünü Cəvahir xanım Azəridən eşitdik. Burada Cəvahir xanım Azərinin dilindən Pişəvəri Təbrizi necə tərk edib deyə hekayəsini sizlə paylaşmaq istərəm. İl 1325-dir və Milli Hökumətin son günləridir və hər halda bir şərait qabağa gəlir ki, firqənin rəhbərləri Azərbaycanı tərk etmə məcburiyyətini qalırlar Təbrizi və siz Pişəvərinin bacısı qızı, eyni halda sonralar da gəlin olacaqsınız. Yəni o zaman sizin 13 yaşınız var. Amma bir binada yaşayırsınız Pişəvərinlə. Bir binada, biz aşağı mərtəbədə, onlar yuxarıda. Hansı məhəllədə? Şeşkilan. Təbrizin Şeşkilan. Təbrizin Şeşkilan bir pullu Təbrizin eviymiş ora bir vaxtda. O evdə siz yaşayırdınız. Bəli. Yəni hökumət tərəfindən o ev Pişəvəriyə verilmişdi. Bilmirəm, onu mən deyə bilmərəm. Deyə bilmirsiniz. Hər halda o gecə, yəni sizin Təbrizi tərk etməz və o biri Azərbaycana, Sovyet Azərbaycana getmə xatirən nə cür yadınıza gəlir? Xatirəm çox təhlükəli, qorxulu, biz uşaq idik. Gecə qaranlıqda onların maşını qabaqda, bizimki də onların dalında getdik da Culfiya. Culfiya çatanda dedilər, biz o tərəfin sərhəddinə gəlib çatmışıq. İndi qeydaq biraz dalıya. Evdən, o Şeşkilan evindən çıxanda sizin ailəz bir təbəqədə yaşırdı və Pişəvərinin ailəsi, yəni biriz aşağıda, biriz yuxarıda. Biz aşağıdaydı, onlar yuxarıda. Yuxarıdaydılar. Yola düşməyin, nə ilə yola düşdünüz? Maşınlarla. Kimin maşını idi o maşınlar? Bu yük maşını idi. Bu yük maşının orada yola düşəndə onlar Chrysler'lə getdilər, bizə onların böyük maşınına. Yəni onlar Pişəvərigil, Pişəvəri, arvadı, oğlu, üçü bir maşında qabaqda gedirdilər. Mən, bacım, qardaşlarım, anam, atam onların daldakı maşınlarla gedirdik. Onlar necə hara vurulurdu, bu da onlar... O maşınlar kimin maşınlarıydı? Maşınların ikisi də Pişəvərininkiydi. Biri bu yük idi, biri Chrysler. Chrysler'ı ona hədiyyə vermişdilər. Bu yükdəki idarəsinə vermişdilər, işləyirdi. O iki dənə maşınla gəldiniz Culfiyə qədər. Yəni sizin iki maşından sonra və sizin, yəni sən yadıma gəlir ki, Pişəvərinin maşınlarında
Pişəvərinin xanımısı, Məsumə xanım və Dariuşdan sonra başqası yox idi. Heç kəs yox idi. Və sizin maşında da yalnız sizin ailəsidir. Atam, anam, biz uşaqlar. Və yadıma gəlir ki, siz 2 maşın gedirdiniz, sizin arxazda gələn başqa maşınlar da var. Heç bir şey görmürdük, gecə yarı idi. Gecə yarısı idi. Yəni hansı saatda hərəkət elədiniz Təbrizdən, yadınızdadır? O saatı zaten yadımdadır. Amma gecə qaranlıq idi. Gecə qaranlıq idi. Nə zaman yetişdiniz, yəni Culfiyə nə zaman yetişdiniz? Culfiyə hələ gecə yarı. Hava işıqlanmışdı. İşıqlanmağa başlayırdı. Culfada bir yerdə, bir sınırda ya sərhəddə saxlamadılar ki. Heç. Amma bildiniz ki, bura Culfadır ki, geçsiniz. O dedilər, bura Culfadır, buradan indi keçirik, gedirik Naxçıvana. O bildiniz ora ki, Culfadır və Culfanı geçdiniz Naxçıvana. Naxçıvanda oranın rəisi ki, şəhərin rəisi idi, bilmirəm indi şəhərdarı idi, kim idi. Onun evində böyük, gözəl ev var idi, neçə mərtəbəli. Bizləri yerbəyer elədilər. Amma yerbəyer eləməkdən qabaq bir yerə getmişdik, mağazalar idi, böyük bir dənə Naxçıvanda mağaza idi. Biz də kərpiç çörəkləri görməmişdik İranda. Orada kərpiç çörəklər qoymuşdu. Biz elə bildik ki, kərpiçdə gedib onun üstündə otururduq. Gördük ki, sonra çörəkdir. Sonra bildik ki, çörəkdir. Elə ki, o mağazadaydı. Sonra dedilər ki, Pişəvərin ailəsi ilə bizi, yəni bizi onun ailəsi sayırdılar. O şəhərdarın evinə köçürdülər. Onlarda qalırdıq neçə gün, çoxlu qaldıq, bir neçə gün onlarda. Yaxşı pəziralıq edirlər, nahar şam çöpana verirdilər, yeyirdik. Ondan sonra yola düşdük, Bakıya getdik. Bakıya. Məsələn, orada neçə gün qaldınız Naxçıvanda? 3-4 gün qalmışdıq. 3-4 gün qaldınız. Yine biraz geri dönək sizin ailəsinlə, Pişəvəri ailəsinin əlaqələrin. Siz Pişəvərinin bacısı qızısınız. Amma sizin ataz Rahən mühəndisi idi. Rahən mühəndisi idi. Və elə siz elə hər ikiniz də, həm Pişəvəri və həm siz özünüz də Xəlxalın Zeyvə kəndindənsiniz. Və orada da qalmışsınız, elə yaşamısınız. Siz özünüz də uşaqlıqda oradaydınız. Mən elə Xəlxalda da mədrəsəyə getmişəm. Sonra amma atanız elə mühəndislik alandan sonra sizin işiniz getmişdi Əraka. Ataz Ərakda işləyir. Atamı orada təklif eləmişlər, geçin işləsin. Rəisi dəftər Rahən olmuşdu, mühəndisi idi ki, bütün organizasyonunu, bütün onların dəmiryol işçilərinin hər şeyin böyük atamı deyirdi. Orada nə üçün, yəni bunu da izah etsəz yaxşı olar. Nə üçün atanız Təbrizə gəldi və Ərakda baban çalışırdı? Bəli. Ərakdan Təbrizə daşınma və Təbrizdə çalışma səbəbi nə idi? Atan nə üçün gəldi Təbrizə? Yəni kim istədi gəlsin Təbrizə? O vaxt elə Pişəvəri onun işçiləri dedilər ki, bizə mühəndis lazımdır Təbrizdə. Rahən mühəndisi ki, tənzim ilə Rahən yola düşsün və yaxşı işləsin, yəni organizasyon düz olsun. Ona görə də bu çox sevindi. Atam bizi də vurdu qoltuğuna, apardı getdi Təbrizə. Yox, ondan atandan istənilmişdi ki, gəlsin ora. Yox, atam özü istədi. Amma hər halda yəni Pişəvəri ilə bir əlaqədə ya Əlaqədə olmuşdular, əlaqələri də var idi. Atam dedi ki, indi ki o belə böyük bir vəzifədədir, vurdu bizi qoltuğuna, arvadını, yəni ki anamı qoltuğuna qoydu, yola düşdük, getdik Təbrizə, onlar da o aşağı evdə bizə yer verdilər. Yəni Pişəvəri sizə, yəni Pişəvəri özü sizə köməkli elədi, yer verdilər da? Ev verdilər, bəli. Amma atazdan bir gözəl bir xatirə tərifləmişdiniz keçən günlərdə. O da buydu ki, sizin atazın adı, əsli adı, yəni əsli familiyası başqa idi, sonra dəyişib Azəriyə. Onun adı əvvəl nə? Ad və familiya. Adı Hüseyn idi. Yəni sizin atazın əsli adı, uşaqlıq adı yəni. Hüseyn idi. Hüseyn idi. Sonra Mirağa eləmişdi o. Özü Mirağa elədi. Nə üçün Mirağa elədi? Özü Mirağa elədi, sonra familin də mənim yadımdadır. Biz mədrəsəyə getməyə başlayanda Azəri elədi. Nə üçün demədi, nə üçün Azəriyə çevirdi? Yox. O sevirdi ki, təzə bu Azərbaycan məsələsi olmuşdu ki, Azəri adımızı qoyur. Çünki biz Azərbaycanlıyıq, adımızı da eləyirik Azəri.
Yəni Azər Familləri Mir Əzizi idi onların. Mir Əzizi. Bəli. Hüseyn Mir Əzizi idi familya. Amma Oldu Azəri. Azəri eləmiş. Mirağa Azəri oldu. Mirağa Azəri eləmişdi ki, daha çox Azəri olmasını göstərsin. Bəli. Milli hökumətin Bəli. yəni hakimiyyətə gələndən sonra. Çox gözəl. Yəni elə bunu biraz bilmək istədik. Çox təşəkkür. Ya sağ olun.